Benim. Ne güzel. Ülker uğurlu olsun addımların. Və demək istəyirəm, əziz qonaqlar, bu axşam çox maraqlı, möhtəşəm, sevdiyiniz nəğmələrlə dolu bir gecə vəd edirik. Bravo! Ülker Çıray bugün debütünü etti sahnede. Bugün ilk adımını attı. Ülke təhlükə soruşdu. İlk addımı, həmişə o ilk addım çətin olur. Gəlin onu almışdı. Əməkdar artist Mətanət İskəndərli solo konsert proqramı ilə çıxış edib. Yaşıl Teatrda keçirilən musiqi gecəsi alqış sədaları ilə başlayıb. Konsert boyunca tamaşaçılar üçün bir-birindən maraqlı və sürpriz dolu anlar yaşanıb. Gecənin aparıcısı Salih Bağırov olub. Mətanət İskəndərlinin qızı Ülker də səhnəyə çıxaraq anasının konsertində aparıcılıq edib. O bildirib ki, bu onun ilk dəfə aparıcılıq etməsidir. Müğənni sevilən hitlərini səsləndirərək tamaşaçılara unudulmaz anları yaşadıb. Sənətçi ona bu özəl gündə tək qoymayan pərəstişkarlarına təşəkkürünü bildirib. Onlarla səmimi söhbətlər edib. Konsertdə Mətanət İskəndərlinin ailə üzvləri də iştirak edərək ona dəstək olublar. Sən bir bax, bir Allaha and olsun. Bu hamısı təsadüf olan adam itər bu gecə. Qapıları bağlama, mən bu gecə gələrəm. Yaşamaqsa yaşaram, ölüm